Səhifə 110-da olan kvadrat bərabərsizlər sistemi, irrasional bərabərsizlər mövzusunu izah etməyə çalışacaq. Yalnız buraxılış proqramına aid olan misalları izah edəcəyik. Diqqətlə baxın birinci test tapşırığına. Uşaqlar kökaltı ifadə və burada 3 verilib. Əvvəl biz bu kökdən ifadəni azad etmək üçün hər tərəfi kvadrata yüksəltməliyik. Və əlavə olaraq uşaqlar bir də 3x çıxılsın 5 böyük bərabər 0 şərtini buraya əlavə eləməliyik. Çünki kökaltı ifadənin mənasının olması üçün kökün altındakı ifadə gərək böyük bərabər olsun 0-dan. Və bunu həll edirik. Baxın, alırıq belə 3x kiçikdir neçədən? 14. Buradan da 3x böyük bərabərdir 5. Və buradan nə alarıq? X kiçikdir 14 bölü 3 və buradan x böyük bərabərdir 5 bölünsün 3. İstəsəz bunları qarışıq kəsir kimi yaza bilərik. Yəni x kiçikdir 14-ü 3-ə böldükdə nə eləyir uşaqlar? 4 tam 3-dən 2. Bu birisi isə x böyük bərabərdir 1 tam 3-dən 2. İndi biz bunu bir ədəd oxuna qeyd edək. Baxın. Deməli, buraya yazırıq 1 tam 3-də 2. Buraya isə yazırıq 4 tam 3-də 2. Şöyle birinci bərabərsizliyimizin həlli, baxın, mənfi sonsuzluqdan 4 tam 3-də 2-yə qədərdir. İkinci bərabərsizliyimizin həlli isə 1 tam 3-də 2-dən hara qədər? Müsbət sonsuzluğa. Beləliklə, bizim x-in ala biləcəyi qiymət 1 tam 3-də 2-dən hara qədər? 4 tam 3-də 2-yə qədər olar. Baxın, test tapşırığına bizə deyilir ki, bərabərsizliyin ən kiçik tam həllini tap. Ən kiçik tam həll. Neçə olar uşaqlar? 2. Növbəti test tapşırığımıza baxaq. Uşaqlar, diqqətlə baxsaq, burada ikinci mötərizənin kökü yoxdur. Niyə yoxdur uşaqlar? Çünki bu sıfıra bərabər olmur. Və diqqətlə baxsaq, kökü yoxdur, həm də müsbət işarəyə malikdir. Beləliklə, buradan nə alırıq? Alırıq ki, kök altında x çıxılsın 5 kiçikdir 0. Uşaqlar, müsbət olduğuna görə bərabərsizliyin hər tərəfini bu həddə böldüm. Və buradan kök altında x kiçikdir 5 alırıq. Uşaqlar, nə etməliyik burada? Hər tərəfi kvadrata yüksəltmək kifayət eləmir. Yəni, x kiçikdir 5-in kvadratı və əlavə olaraq x həm də böyük bərabər olmalı nədən? 0-dan. Çünki kökün altında mənfi ədəd ola bilməz. Beləliklə, buradan alırıq. X kiçikdir 25-dən və x böyük bərabərdir 0-dan. Beləliklə, axtarılan bərabərsizliyin həlli 0-dan 25-ə qədər olacaq. Və test tapşırığında da bizdən elə cavabın tapılması tələb olunur. Üçüncü test tapşırığına baxaq. Oxşar test tapşırığıdır. Uşaqlar, yenə də deyirik, bu ifadənin kökü yoxdur. Kökü yoxdur və müsbət qiymətə malikdir. Və buradan nə alırıq? Kök altında x çıx 3 böyükdür 0. Kök altında x böyükdür 3-dən. Baxın diqqətlə. Burada kvadrata yüksəltsək, x böyükdür 9 və əlavə olaraq x böyük bərabərdir 0 şərtində bura əlavə edirik. Baxın, bunu ədəd oxuna qeyd edək. Necə olacaq? Burada deməli 0 qiymətini alır və 9. 0-dan böyük qiymətlər və 9-dan böyük qiymətlər. Ortaq həlli olaraq nəyə götürməliyik uşaqlar? X daxildir 9-dan müsbət sonsuzluğa. Bu qırmızı ilə yazdığımız ədədlər təbii ki, bu şərti ödəyir. Növbəti, dördüncü test tapşırıq. Uşaqlar, biz bilirik ki, kökaltı ifadənin nəticəsi həmişə ya müsbət ya da 0 verir. Kökaltı ifadə həmişə mənfi 1-dən böyükdür. Bunun həmişə 1-dən böyüksə, yəni bu həmişə ödənilir. Yazırıq ki, baxın, x-in istənilən qiymətində bərabərsizlik ödənilir. Amma uşaqlar, bunun amması nədir? Kökaltı ifadə də şərt ödəsin. Bəli, x plus 2 böyük bərabər 0 olmalıdır. Və buradan nə alıram? X böyükdür mənfi 2-dən. Uşaqlar, deməli x-in yerinə mənfi 2-dən müsbət sonsuzda nə yazsaq, bu bərabərsizlik həmişə ödəniləcək. Növbəti test tapşırığımız 5-ci test tapşırığıdır. Uşaqlar, kökün altındakı ifadəyə baxsaq, bu nəyinsə tam kvadratıdır. Yəni 5 çıxılsın 2x-in kvadratı. Kiçik bərabərdir 1. Və biz buradan alırıq ki, modulda 5 çıxılsın 2x
kiçik bərabərdir 1. Bunu necə əldə eləməliyik? 2 qat bərabərliyi kimi. Mənfi 1 kiçik bərabərdir 5 çıxılsın 2x, o da kiçik bərabərdir 1. İndi nə etməliyik? Hər tərəfdən 5 çıxırıq. Mənfi 6 kiçikdir mənfi 2x, o da kiçikdir mənfi 4-dən. Bundan sonra hər tərəfi mənfi 2-yə bölürük. Alınır 3 böyük bərabərdir x, o da böyük bərabərdir 2. Beləliklə, bərabərliyin həllər çoxluğu 2-dən 3-ə parçası olacaq. Növbəti test tapşırığımız 6-cıdır. Burada deyilir ki, dəyişənin hansı qiymətində bu ifadənin mənası olar. Uşaqlar, biz bilirik ki, 1 çıxılsın kök adlı x ifadəsi gəlir, böyük bərabər olsun 0-dan. Buradan nə alırıq? Mənfi kök adlı x böyük bərabərdir mənfi 1-dən və kök adlı x kiçik bərabərdir 1-dən. Mənfiyə vurduq. Bundan sonra nə etməliyik? Hər tərəfi kvadrata yüksəldirik. Olur x kiçikdir 1 və əlavə olaraq həm də x nə olmalı uşaqlar? Böyüdür 0-dan. Böyük bərabər 0-dan. Çünki kökün altında mənfi ədəd ola bilməz. Beləliklə x daxildir. Alırıq 0-dan 1-ə qədər. Deməli, x-in ala biləcəyi qiymətlərdir. 9-cu test tapşırığında uşaqlar bilirik ki, biz kök altı ifadədən burada modula çıxardırıq kökün altından böyükdür 1. Bu bərabərlər 2 qat bərabərliyin həlli olacaq, yoxsa heyətlə? Heyətlə. Olacaq x çıxılsın 1 böyükdür 1 və x çıxılsın 1 kiçikdir mənfi 1. Uşaqlar, bərabərlər heyətidir. Buradan nə alıram? Alıram ki, x böyükdür 2 və x kiçikdir 0. Uşaqlar, cavabları birləşdirməliyəm. Məsələn, ikinci bərabərliyin cavabı nədir uşaqlar? Mənfi sonsuzluqdan 0-a, birinci bərabərliyin həlli 2-dən müsbət sonsuzluq. Biz heyət olduğuna görə bu cavabları birləşdirdik. Növbəti 10-cu test tapşırığımız. Kökaltı ifadə nəyin düsturudur uşaqlar? X çıxılsın 1-in kvadratı kiçik bərabər 3-dür. Onda modulda x çıx 1 kiçik bərabər 3 alırıq. Bu 2 qat bərabərliyi olur, yoxsa heyətlə? 2 qat bərabərlik, mənfi 3 kiçik bərabərdir, x çıx 1, o da kiçikdir 3. Hər tərəf üstə nə gəlirəm? 1. Nə verər? Mənfi 2 kiçikdir x, o da kiçik bərabərdir 4. Beləliklə, x daxildir, mənfi 2, 4 parçası. Növbəti 11-ci test tapşırığı. Uşaqlar, 11-ci test tapşırığına diqqətlə baxsaq, burada kökaltı ifadə gördüyümüzə görə bilirik ki, 3x gərək böyük bərabər olsun 0-dan. Çünki kökün altındadır. Baxın, bu kökdən görürük. Və onda, diqqətlə baxın, bu 3x-lar ya ikisi də müsbətdir, ya ikisi də nədir? 0-dır. 2 müsbət ədədin cəmi heç vaxt kiçikdir 0 ola bilməz. Ona görə buradan alırıq ki, 3x üstə gəl, kök adda 3x bərabərdir 0. Və buradan nə görsən uşaqlar? Bu bərabərliyi nə zaman ödənilər uşaqlar? Yalnız x bərabər 0 olduqda bu bərabərlik ödəniləcək. Növbəti test tapşırığımız 13 nömrəli test tapşırığıdır. Uşaqlar, birinci kök altdan nə çıxacaq kökün altından? B, ikincisindən modul B. Və sual veririk. Hansı ədəd öz modulundan kiçik bərabərdir? Bütün ədədlər. Yazırıq B daxildir mənfi sonsuzluqdan müsbət sonsuzluğa. İstədiyimiz sual həm mənfi, həm müsbət, həm də 0 üçün bunu yoxlasaz, görəsiz ki, bu bərabərlik ödənilir. Deməli, növbəti 14. Bu birincidən nə çıxarda bilər uşaqlar? Modul B böyükdür, bərabərdir B-dən. Eyni məsələyə gəldi. Yəni, istənilən ədədin modulu ədədin özündən böyük bərabərdir. Yəni, bunun cavabı olaraq nə yazmalıyıq? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. 17 nömrəli test tapşırığında bərabərsizliyin həll edilməsi bizdən tələb olunmur. Yalnız bizə 3 müxtəlif kök verilib, deyilir ki, bunlardan hansı bu bərabərsizliyin həllidir. Uşaqlar, mənfi 3 bərabərsizliyi ödəməyəcək. Çünki mənfi 3-ü burada yazdıqda kökün altında mənfi 6 alırıq. Bu ola bilməz. 3-ü yazdıqda kökün altında 0 olur. Deməli, bu ola bilər. 0-ı yazdıqda kökün altında nə alırıq? Mənfi 3. Deməli, bu şərti ödəyən yalnız x bərabər 3 ola bilər. 24 nömrəli test tapşırığına baxaq. Uşaqlar, burada 2 müxtəlif kvadrat bərabərsizliyi bizə verilmişdir. Gəlin bunları ayrı-ayrılıqda həll edək. Birinci, x kvadrat çıxılsın x çıx 6 böyük bərabər 0. Bilirik ki, bu vurğuları ayırmalıyıq. Necə yazmaq olar? X çıxılsın 3, x üstə 2 böyük bərabər 0. Uşaqlar, bunu nəyinə eləməliyik? İntervallarla. Niyə? Çünki hasıl şəklindədir. Baxın, nöqtələrin içi doludur.
Yazırıq -2, 3 intervallara ayırırıq. Cavab nə yazmalıyıq uşaqlar? Mənfi sonsuzluqdan -2-yə qapalı mötərizə, birləşmə 3-dən müsbət sonsuzluğa. Biz birinci bərabərsliyi həll etdik. İndi ikinci bərabərliyimizə baxaq. X kvadrat çıx 5x kiçikdir 0. Burada nə eləmək olar uşaqlar? X-i bəli mötərizə xaricdən çıxardıram. Təbii ki, bu da necə həll olunacaq? İntervallarla. Bir ədəd oxu götürürük. Üzərinə yazırıq. Baxın. 0, bir də 5. Nöqtələrin içi boşluq gördüyümüz kimi. Olacaq müsbət, mənfi, müsbət. Cavab olaraq nə yazırıq uşaqlar? 0-dan 5-ə. İndi baxın, sistem işarəsi olduğuna görə yəni biz kəsişməni götürməliyik. Yəni ortaq cavabları götürməliyik. Uşaqlar, bəzən abituriyentlər ortaq cavabları tapmaqda çətinlik çəkirlər. Əgər çətinlik çəkiriksə, onda nə edirik? Bütöv bir ədəd oxu götürürəm. Üzərinə burada aldığım nöqtələri yazıram. Baxın, -2-ni alır. Baxın, için qaraladım. Sonra 3 qiymətini alır. Baxın, için qaralayıram. Sonra nə var burada? 0 və 5. 0-ın içi boşdur, 5-in içi boşdur. Uşaqlar, baxın, birinci bərabərliyimizin həlli belədir. Mənfi sonsuzluqdan -2-yə, sonra 3-dən müsbət sonsuzluğa. İkinci bərabərsizliyimizin həllini nə tapmışıq uşaqlar? 0-dan hara qədər? 5-ə qədər. Beləliklə, bərabərsizliyin həllər çoxluğu nə olacaq uşaqlar? 3 qapalı mötərizə, 5 isə açıq mötərizə. Xatırladaq ki, bu iş cavabların kəsişdirilməsidir. Yəni, ortaq cavabın tapılmasıdır. Növbəti, 31 nömrəli test tapşırıq. 31 nömrəli test tapşırığına baxaq. Necə olacaq? Uşaqlar, bu bizdə 5 çıxılsın modul x. Diqqətlə baxsaq, bu kökaltı ifadə x çıxılsın 5-in kvadratıdır. Yəni, bu da modulda x çıxılsın 5 olur. Üstəgəl, kök altda 10 çıxılsın x kiçik bərabər 4. Uşaqlar, əgər biz burada 5 çıx x ilə x çıx 5-i ixtisar aparsaq, cavab 1 edəcək. Çünki modulda o işarə fərqi yoxdur. Amma gərək biz x-i nə etməliyik uşaqlar? Fərqlidir 5 götürək. 5-ə ixtisar x çıx 5-ə bölürüksə, x 5 ola bilməz. Yerdə qalan bərabərsliyi yazırıq. 1 üstəgəl kök altda 10 çıxılsın x kiçik bərabər 4. Uşaqlar, bu ikinci bərabərsliyi gəlin burada həll edək. Necə olacaq? Baxın, kök altda 10 çıxılsın x kiçikdir bərabər nədən? 3-dən. Nə etməliyik burada uşaqlar? Kvadrata yüksəldirik. 10 çıxılsın x bərabər 3-ün kvadratı və əlavə olaraq bu böyük bərabər 0 götürməlidir. Çünki kökaltı ifadə mənfi ədəd ola bilməz. Bu bərabərsliyi necə əldə etməliyik uşaqlar? Hər tərəfdən 10 çıxırıq. Nə alınır? -10 kiçik bərabərdir. -x, o da kiçik bərabərdir. -1. Hər tərəfi mənfiyə vursaq olacaq 10 böyük bərabərdir x, o da böyük bərabərdir 1-dən. Əlavə olaraq x 5 qiymətini ala bilməz. Baxın, buradan 5 qiymətin çıxardıqda cavab nə olar? Baxın, 1-dən 5-ə, birləşmə 5-dən 10-a qədər. Baxın, məsələnin həllində də bizə deyirdi ki, bərabərsliyin tam həllini, deməli, bərabərsliyi həll edin, cavabı biz tapdıq. Növbəti test tapşırığımıza baxaq. 32 nömrəli. 32 nömrəli test tapşırığına baxsaq, uşaqlar, birinci ifadə, bu nəyin düsturudur? X çıxılsın 1-in kvadratı. Digərini isə biz vurğulara ayırıb necə yaza bilərik uşaqlar? X çıx 1, X çıx 2. Baxın, bunu biz modulda çıxardırıq kökün altdan. Kiçikdir. Bu modulları da uşaqlar ayrı-ayrı modulların hasili şəklində yazaq. İndi sual verək sizə. Biz hər tərəfi x çıx 1-in moduluna bölə bilərik, yoxsa yox? Bölə bilərik. Hansı şərt daxilində? X fərqlidir. 1 olduqda bunları bəli bölə bilərik. Yerdə qalan bərabərsliyi yazıram. Daha doğrusu 1 kiçikdir. Modulda x çıx 2-dən. Bunu necə əldə eləməliyik uşaqlar? İkincini əldə edirəm, baxın. Modulda x çıx 2 böyükdür 1-dən. Bu nəyinə olacaq uşaqlar? Heyətlə yoxsa? Bəli, heyətlə. Olacaq x çıxılsın 2 böyükdür 1. Sonra x çıx 2 kiçikdir -1. Və buradan nə alırıq? Baxın. Alırıq ki, x böyükdür 3 və x kiçikdir 1. Və əlavə olaraq uşaqlar, baxın diqqətlə. Bir qiymətini ala bilməz, onu da nəzərə almalıyıq. Bunun cavabı nə olar uşaqlar? X daxildir. Deyin görüm. Mənfi sonsuzluqdan 1-ə, birləşmə 3-dən müsbət sonsuzluğa.
Əlavə olaraq x-in bir qiymətini almadığım burada nəzərə al. Bəli, bir qiyməti yoxdur bunun içində. Cavablara baxın. Deyir ki, bərabərsizliyi ödəməyən tam ədədlərin sayını tapın. Uşaqlar, bunu ödəməyən ədədlər nədir? Bax, yazıram. Ödəməyən tam ədədlər. Uşaqlar, bunu ödəməyən tam ədədlər hansılardır? 1-dir, 2-dir və 3-dür. Gördüyümüz kimi 3 sayda bu bərabərsizliyi ödəməyən tam ədəd var. 33 nömrəli test tapışında deməli bizə bərabərsizlər sistemi verilib, bunun həlli tələb olunur. Baxın, birinci dəfə 3x kvadrat üstə gəl 2x böyükdür 0 bərabərsizliyini həll edək. Uşaqlar, burada nə etmək olar? X-i mötərizə xaricində çıxardırıq. 3x üstə gəl 2 böyükdür 0. Sonra biz kökləri tapıb ədəd oxuna qeyd eləməliyik. Bunun kökləri nədir? Mənfi 3-də 2, 1-də 0. İntervallarını həll edirik. Olacaq müsbət, mənfi, müsbət. Cavab nə yazmalıyıq uşaqlar? Mənfi sonsuzluqdan mənfi 3-də 2-yə birləşmə 0-dan müsbət sonsuzluğa. İkinci, bu xətti bərabərsizlikdir. X çıx 1 kiçikdir 0. Buradan x kiçikdir 1 alırıq. Yəni x daxildir. Mənfi sonsuzluqdan hara qədər? 1-ə qədər. Uşaqlar, bunların ortaq həllini tapmalıyıq. Yəni bunların kəsişməsini tapmalıyıq. Baxın, əgər bunu siz kifayət tapa bilmirsinizsə, ədəd oxuna qeyd edərək bunu tapa bilərik. Məsələn, qeyd edirəm, baxın, mənfi 3-də 2, sonra 0 və 1. Uşaqlar, birinci bərabərsizliyimizin həllər çoxluğu belədir. Mənfi sonsuzluqdan mənfi 3-də 2-yə, sonra 0-dan müsbət sonsuzluğa. İkinci bərabərsizliyimizin həllər çoxluğu isə mənfi sonsuzluqdan hara qədərdir uşaqlar? 1-ə qədər. Diqqətlə baxın. Ortaq cavab nədir burada? X daxildir. Baxın, mənfi sonsuzluqdan hara qədər? Mənfi 3-də 2-yə qədər birləşmə 0-dan 1-ə. Növbəti 35 nömrəli test tapşırılır. Uşaqlar, burada mötərizənin modulu içində olan ifadənin vurğulara ayıraq. Necə yazmaq olar? X çıxılsın 4, x üstə gəlsin 2. Və bu kökün altındakı ifadə isə x çıxılsın 4-ün nəyidir? Kvadratı. Və bunları da modulda x çıx 4 vurulsun modulda x üstə gəl 2 kiçikdir modulda x çıx 4. Uşaqlar, modulda x çıx 4 müsbət ədəd olduğuna görə bunları ixtisar apardıqda yalnız x fərqli 4 yazmalıyıq. Çünki sıfıra bərabər olma təhlükəsi var. Yerdə hansı bərabərsizlik qalıbsa onu yazaq. Nə qaldı? Modulda x üstə gəl 2 kiçikdir 1. Uşaqlar, deməli biz modulda x üstə gəl 2 kiçikdir 1-i həll etməliyik. Buraya yazırıq. Modulda x üstə gəl 2 kiçikdir 1. Bunu nəyini həll eləməliyik? 2 qat bərabərsizlik. Mənfi 1 kiçik bərabərdir. X üstə gəl 2 kiçikdir uşaqlar. Mənfi 1 kiçikdir. X üstə gəl 2 o da kiçikdir 1. Sonra nə etməliyik? Hər tərəfdən 2 çıxırıq. Mənfi 3 kiçikdir. X o da kiçikdir. Mənfi 1. Və cavabı yazırıq. Cavab olacaq nə uşaqlar? Mənfi 3-dən mənfi 1-ə. Və bizə deyir ki 4 bunu ödəmir. Uşaqlar, onsuz da cavabın içində 4 olmadığına görə aldığımız cavab elə mənfi 3-dən 1-ə, mənfi 1-ə qalacaq. Növbəti 37 nömrəli test tapşırılır. Bayaq da buna oxşar misal əldə etdik. Uşaqlar, birincisi 4 çıx x-dir. Məxrəcə fikir versək, bu x çıx 4-ün kvadratıdır və o da necə çıxar modulda x çıxılsın 4. Üstə gəl, x çıxılsın 3-ün kvadratı kiçik bərabərdir 5. Uşaqlar, burada modulda olduqlarına görə biz 4 çıx x ilə x çıx 4-ü ixtisar eləyə bilərik bir şərtlə. X nə ola bilməz? 4. Və yerdə nə qaldı? 1 üstə gəlsin, x çıx 3-ün kvadratı kiçik bərabərdir 5. Uşaqlar, biz ikinci bərabərsizliyi gəlin həll edək. Yəni 1 üstə gəl, x çıxılsın 3-ün kvadratı kiçik bərabər 5. Bunu da necə yaza bilərəm? X çıx 3-ün kvadratı çıx 4 kiçik bərabər 0. Uşaqlar, bunu da x çıxılsın 3-ün kvadratı çıx 2-nin kvadratı kiçik bərabər 0. Bundan sonra bunu da bir dəfə minus, bir dəfə plusla yazsaq necə olar? X çıx 5, x çıx 1, kiçik bərabər 0. Ədəd oxuna, deməli, bunları qeyd edib intervallar üsulunu həll edəcəyik. Necə olacaq? Baxın. Nöqtələrin için dolduran, baxın. 1, 5 və intervalları ayırırıq. Uşaqlar, cavab əslində burada almışıq. Baxın, x daxildir hardan ara? 1-dən 5-ə. Lakin, əvvəldə demişik ki, x neçə ola bilməz? 4. Bunu burada nəzərə alsaq, onda alacaq x daxildir nə? Mənfi 1-dən 4-ə, birləşmə 4-dən 5-ə.
Növbəti test tapşırığımız 38 nömrəli test tapşırıqdır. Bayaq bundan həll etdik. Uşaqlar, bu birinci ifadəni biz necə yaza bilərik? Kök altında x çıxılsın 1-in kvadratı böyükdür. Bunu da necə yazmaq olar? X çıx 1 vurulsun x çıx 2. Və burada modulda x çıxılsın 1 böyükdür. Modulda x çıx 1 vurulsun modulda x çıxılsın 2. Neynəmək olar uşaqlar burada? X çıx 1'ləri ixtisar aparırıq. Bir şərtdən ki, x nə ola bilməz? 1 ola bilməz. Alınır 1 böyükdür x çıx 2-dən. Beləliklə, aldıq ki, modulda x çıx 2 kiçikdir 1-dən. Bunu da bəli, 2 qat bərabərçiliyi ilə həll edirik. Nə alarıq buradan uşaqlar? 1 kiçikdir x, o da kiçikdir 3. Beləliklə, cavab nə olacaq uşaqlar? 1-dən 3-ə. Baxın, 1 qiymətini ala bilməz. Həqiqətən 1 burada yoxdur. Növbəti 41 nömrəli test tapşırıq. Uşaqlar, 41 nömrəli test tapşırığına fikir versək, məsələn, buradakı ifadəni biz gəlin irrasionallıqdan azad edək. Necə olacaq? Kök altında x kvadrat çıx 7 bölünsün. X kvadrat çıx 7 üstə gəl x kvadrat kiçik bərabərdir. Uşaqlar, bu irrasionallıqdan azad etdikdən nə alırıq? Sürətdə kök altında x kvadrat çıx 7 məxrəcdə x kvadrat çıx 7 üstə gəl 9. Diqqətlə baxsaq, bunları biraz kisildəyik. Uşaqlar, biz burada islah edə bilərik bunları, amma bir şərtlə. 7 böyükdür 0. Çünki bərabər ola bilməz 0-a. Qalan bərabərçiliyimiz x kvadrat kiçikdir 9. Uşaqlar, bu bərabərçiliyi həll edək. Birinci, x kvadrat çıx 7 böyükdür 0. Bunu yazmaq olar. X çıx kök altda 7, x üstə gəl kök altda 7 böyükdür 0. Uşaqlar, biz bunu intervallar üsulundan yazsaq, cavab nə olar? Mənfi sonsuzluqdan nəyə? Mənfi kök altda 7-yə birləşmə kök altda 7-dən müsbət sonsuzluq. İkinci bərabərçiliyimizə baxaq. X kvadrat çıx 9 kiçik bərabər 0. Bunu x çıxılsın 3, x üstə gəlsin 3 şəklində yazırıq. Və beləliklə burada da cavab nə olar? Şu an intervallara yazsaq. Mənfi 3-dən 3-ə. Və aldığımız bax bu iki cavabın şu an ortaqlarını götürməliyik. Beləliklə, cavab nə olacaq? Deyin görüm. Mənfi 3-dən hara qədər? Mənfi kök altda 7-yə birləşmə kök altda 7-dən 3-ə qədər. Növbəti 45 nömrəli test tapşırıq. 45 nömrəli test tapşırığında deyilir ki, ifadədə x-in ala biləcəyi tam qiymətlər cəmini tapın. Uşaqlar, burada nə etməliyik? Birinci kəsrə baxın. X hansı qiymətlər ala bilməz? 1 ala bilməz və mənfi 3 ala bilməz. İkinci ifadəyə baxsaq, 25 çıx x kvadrat haqqında nə demək lazım uşaqlar? Böyük bərabər 0. Deməli, biz ikincini həll edək. Buradan alıram ki, belə 5 çıx x, 5 üstə gəl x böyük bərabər 0. Bunu ədəd oxuna qeyd edirik. Baxın diqqətlə. Mənfi 5, 5. İntervallara ayırırıq. Olur belə. Mənfi, müsbət, mənfi. X daxildir hardan ara? Mənfi 5-dən 5. Lakin bu nöqtələri də burada nəzərə almalıyıq. Bizə deyilir ki, x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Və buradan yuxarıdan yazıram. X hansı tam qiymətlər ala bilər? Mənfi 5 ala bilər. Mənfi 4-ü. Mənfi 3 ala bilmir. Sonra mənfi 2. Sonra mənfi 1. 0. 1-i ala bilmir. 2, 3, 4 və 5. Deyir bunların cəmini tap. Şu an cəmləsək mənfi 5 ilə 5. Sonra mənfi 4 ilə 4. Sonra mənfi 2 ilə 2 islah olacaq və bunların cəmi nə olacaq? 2. 48 nömrəli test tapşırığında bərabərçilər sisteminin həllini bizdən tələb edirlər. Baxın, birinci x kvadrat çıx 8x üstə gəl 12 böyük bərabər 0. Bunu vurğulara ayırsaq necə olar? X çıx 6 və x çıxılsın 2 böyük bərabər 0. Şu an bu intervallara qeyd etdikdən sonra cavab nə olar? Deyin görək. Mənfi sonsuzluqdan 2-yə birləşmə 6-dan müsbət sonsuzluğa. Siz bunu ədəd oxuna qeyd edib özünüz görə bilərsiniz. İndi biz ikinci moduluna olan bərabərçiliyi həll edək. Yəni, modulda x çıx 2 kiçikdir 7. Bunu 2 qat bərabərçiliyindən yazırıq. Hər tərəfin üstə 2 gəlsə, mənfi 5 kiçikdir, x o da kiçikdir 9. Beləliklə, cavab mənfi 5-dən 9 olar. İndi bunların biz ortaq cavabını tapmalıyıq. Baxın, ədəd oxuna bunları qeyd edirəm. Baxın, birinci 2 və 6-nı bura qeyd etdik.
İkinci mənfi 5. Mənfi 5 təbii ki buralarda olacaq. Baxın içi boşdur. Və 9 da buralarda. Düzdür? Baxın. Birinci bərabərsliyin həlli belədir. Mənfi sonsuzluqdan hara qədər? 2-yə qədər və 6-dan müsbət sonsuzluğa. İkinci bərabərsliyin həlli nədir? Mənfi 5-dən hara qədər uşaqlar? 9-a qədər. Və bunların ortaq həlli nədir? X daxildir. Mənfi 5-dən 2-yə. Baxın 2 qapalı mötərizədir, 5 açıq mötərizə. Birləşmə 6-dan 9-a. Və bizə deyilir ki, bunun tam həllərinin sayını tapın. Şu an burada hansı tam ədədlər var? Baxın, x bərabər mənfi 4, sonra mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. İkinci intervalda hansı ədədlər? 6, 7, 8. Beləliklə, tam həllərin sayı neçədən olacaq? 10-dur. Növbəti 52 nömrəli test tapşırıqda maraqlı test tapşırılır. Baxın, birinci, x kvadrat çıxılsın 9, kiçik bərabər 0. Bunu x çıxılsın 3, x üstə gəlsin 3, kiçik bərabərdir 0 şəklində yazırıq. Və intervallara qeyd etdikdən sonra cavabı nə alarıq uşaqlar? Mənfi 3-dən 3-ə. İkinci bərabərstliyimizə baxaq. X kvadrat çıxılsın x, çıx 6, böyük bərabər 0. Bunu yazırıq. X çıxılsın 3, x üstə gəlsin 2, böyük bərabər 0. Bunun cavabı intervallara qeyd etdikdən sonra nə alarıq? Mənfi sonsuzluqdan mənfi 2-yə, birləşmə 3-dən müsbət sonsuzluğa. İndi sistem olduğuna görə biz ortaq həlli tapmalıyıq. Baxın, uşaqlar, görün burada nə maraqlı hadisə baş verəcək. Baxın, bu mənfi 3-dən 3-ə nöqtələri qeyd etdik. Digəri mənfi 2 və buralarda bir yerə qeyd edirəm və 3 də öz yerində qalıb. Baxın, birincisinin cavabı, deməli, birincisinin cavabı, baxın uşaqlar, mənfi sonsuzluq, mənfi 3-dən neçə qədər? 3-ə qədər. İkincisinin cavabını yazırıq. Uşaqlar, baxın, mənfi sonsuzluqdan hara qədərdir? Mənfi 2-yə, sonra 3-dən müsbət sonsuzluğa. Cavab olaraq nə yazmalıyıq uşaqlar? Mənfi 3-dən mənfi 2-yə və 3. Baxın, 3 nöqtəsi hər ikisinin olduğuna görə 3-ü də götürürük.